2020-ci ildə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin xərclərinin icraatına dair hesabatında göstərilir ki, Azərsu ASC il ərzində dövlət büdcəsinə köçürdüyü vəsaitdən 39 dəfə çox büdcədən pul alır. Bunu deməli dostlar, bir iqtisadçı qardaşımız yazıb. Biraz geniş yazıdır, amma çox gözəl təhlil edib. 2020-ci ildə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin xərclərinin icrasına dair hesabatında göstərilirdi ki, Azərsu ASC il ərzində dövlət büdcəsinə köçürdüyü vəsaitdən 39 dəfə artıq dövlət büdcəsindən dotasiya alıb. Bu tək birisi də Azərsu deyil. Bu həm də Azəri qazdır. Bu həm də Azəri metrodur. Bu həm də Azəri nə bilim nədir? Azəri toxdur, Azəri işıqdır, Azəri nə? Azər adı kimin, hansı təşkilatın başında varsa, o təşkilat hamısı dotasiya ilə işləyir. Sanki Azərin alnına yazılır. Həmin vaxt suyun 1 kubmetrinin qiyməti 35 qəpik. Çirkab axıdılmasında görə qiymət, xidmət isə 1 kubmetrə görə 25 qəpik nəzərdə tutulurdu. Yəni 2019, 2020. Yəni ASC hər kubmetr suya görə əhalidən 50 qəpik ödəniş alırdı. Bu məntiqlə hesablayanda suyun 1 kubmetri hökumətə 50-ni vuranda 39-a bərabərdir. 19,5 manata başa gəlir. Suyun hər kubmetri. Yəni, əgər hesablama palatasını deyir, hesabı ilə biz geçsək, demək belə məntiq ilə bu çıxır ki, 39 dəfə dotasiya alıbsa, qiymət də 50 qəpik olubsa, bu o deməkdir ki, suyun 1 kubmetri hökumətə 19 manat 50 qəpiyə başa gəlir. Fikir verin, nə dostlar? Bundan gör nə qədər pulu silirlərsə, Ərşad deyir, bu deməklə alınmır. Həmin vaxtdan indiyə qədər içməli suyun idarə edilməsində heç bir ciddi dəyişiklik baş verməyib. Ona görə həmin formulayı hesablayanda 1 kubmetr su Azərbaycan hökumətinə 39 manata başa gəlir. Onun 1 manatını əhalidən alırlar, indi 38 manatını isə dövlət büdcəsini ödəyirlər. Dövlət büdcəsi ödəyir. Yəni 35 qəpikdən 1 manata qalxıbsa suyun 1 tonu 39-a vuranda bu edir 39 manat. Bunun da 1 manatın cəmaət ödəyir, yerdə qalanının hamısını dövlət büdcəsindən dotasiyalar. Yəni hər kubmetrə görə dövlətdən Azərsu 38 manat pul alır dostlar. 38 manat hər kubmetrə. Dünyanın heç bir yerində belə bir rəqəm yoxdur. Heç yeraltı dünyada da yoxdur, heç yer göydə də yox. Bəlkə də heç ada yoxdur. Amma bir Azərbaycanda var, analoq olmayan bir ölkədə var bu. Belədə isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə danışdığı nağılda deyib ki, hazırda Azərbaycanda su tarifləri xidmətin faktiki xərclərini tam qarşılamır. Güya 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu ağ yalandır. 1 kub su hökumətə indiki tarif qiymətlərindən 10 dəfələrlə başa gəlir və bu real tarifi açıqlamaq sadəcə biabırçılıq olduğundan suyun real xərcləri gizlədilir. Cəmiyyət üçün açıqlanmır. Çünki güya Azərbaycanda suyun 1 kubu 1 ton neftin hasilatından daha başa gəlir. Fikir verin ha. Dünyada ən baha xərclərə hasil edilən tümen neftidir. Yəni tümende neftin hasil olunması üçün xərclənən pul dünyada ən bahadır. 45-50 ses şaxtada 1 ton neftin hasilatı 40 dollara başa gəlir. Azərbaycanda isə bu xərc təxminən 20 dollar, yəni 38 manat təşkil edir. Amma 1 ton kub suyun hasilatı 39 manata başa gəlir. Fikir verin Azərbaycanda. Deməli nefti çıxardırıq 20 dollara. Bəzilərdə 15 dollar var, 12 dollar var, 17 dollar, 18. Yəni bu indi maksimal götürübdür bizim bu Bakı Xəbər qəzetində yazan qardaşımız ki, bu 20 dollara başa gəlir. Dənizdən, baxın ha, dənizdən, suyun içindən nefti çıxartmaq, hasil eləmək 20 dollara başa gəlir. Amma buradan bura çaylardan axır, Kürdən, Alazandan, oradan buradan gələn Ceyranbatana yığılan bu
Sərsəng su anbarına, harla bu fərq eləməzdi. Bu anbarlara Allahın suyudur bu. Sənin heç bir xərcin çıxmır ha buna. Dağda qar yağır, yağış yağır, sular yığılır, gəlir çayla axır, tökülür sənin gölə. Sən oradan götürüb onu içinə dərman vurub paylayırsan əhaliyə. Və deyirsən ki, neftdən baha gəlir. Mənim 39 manat bir kuba hasilatına xərcim çıxır. Hasilata xərcim çıxır. Bütün bu rəqəmlər onu göstərir ki, Azərbaycanda su təminatı ilə məşğul olan qurumlar əvvəl Azərsu ASC, indi isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə payıdır. Görün, nə qədər uzun bir ad qoyublar buna. Və idarəsi korrupsiyanın içində boğulur. Bunu sıravi vətəndaşlar da müşahidə edə bilər. Bir neçə ay əvvəl yaşadığım qəsəbədə yazır. Su xəttində qəza baş vermişdi. Uzun sürən zənglərdən sonra qəza xidməti hadisə yerinə gəldi. Qəza xidməti heyətinin 5 qalustuklu cəmi 2 xüsusi iş forması geymiş üzvü var idi. Yəni, bu qurumda 2 fəhliyə 5 rəhbər düşür. Mən bunu indiki Rabitə Nazirliyindən qabaqçı Ramin Quluzadənin vaxtındakı Rabitə Nazirliyində baş verənlərlə eyniləşdirirəm. O vaxt mən belə bir ifadə işlətmişdim ki, bir şöbədir, deməli, kabellərə gedib baxmalıdır, yerə qalb belə. Şöbədə 9 nəfər əməkdaş var, əvvəllər olurdu. Ramin Quluzadə gələndən sonra o əməkdaşların 8-ini kişiləri işdən çıxardırlar. Bir dənə müdür kişi saxlayıblar, injiner. Yerdə qalanın 8-ini mini yufka geyən qız qoyublar. İndi xəttə gedib baxmalıdırlar. Deməli, nazir mavini girir içəriyə, otağı açır. Baxır ki, 8 qız oturub mini yufkada altdan yuxarıya, üstdən aşağıya. Bir dənə də şöbə rəisi oturub ortada. Deyib ki, gedib xəttlərə baxmaq lazımdır. Yəni, şöbə müdürü durub ayağa deyib, rəis, cənab nazirin mavini, biri mən. Mən gedib necə o kabellərə baxacaq? Mənim nə fəhləm var, nə heç kəsim yoxdur ki, şöbəmi təmiz dağıdıb, hamısını qız edibsiz. Ona görə telefonlarda tez-tez üst-üstə düşmələr olurdu. Bir balaca yağış yağan ki, bütün sistem dayanırdı ev telefonlarında. Bu gün də burada belədir. 5 qalustuklu 2 fəhlə ilə gəlir ki, hamımız deməli, mamaçaq, biz gəlmişik doğuzdurmağa, həkimik biz. Üstəlik su kəmərlərində tez-tez qəzalar baş verir. Bəli, Sumqayıt şəhərində dəfələrlə mən vermişəm. Sumqayıtın daha doğrusu kənar nasos nətələv hissəsində içməli su, Bakıya gələn içməli su ki var ha. Deyəsən o şorla sudur mən bilən. Onu boru ilə çəkiblər, həmin Sumqayıta gedən sudur. Onu açıblar, orada varlı adamların əkin biçini suvarılır. Əkin suyu ilə yox ha, içməli suyu ilə suvarılır. Bu da faktdır. Bunu da mən demişəm, baxmayıblar. Əlimizdə yazır ki, faktlar var ki, 100-150 manata başa gələn qəzanın aradan qaldırılması əməliyyatlarına 10 mindən 100 minə qədər vəsait axtlaşdırılaraq siliblər. Məhz bunlara görə bir də eşidəcəyik ki, Bakıda suyun bir kubu 100 manat təşkil edir. Təbii, belə də olmalıdır. Azərbaycan Təbii Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə heyəti sədrinin müşaviri Aydın Abbasovun deyəsən dünyadan xəbəri yoxdur, qardaş. Aydın Abbasovun idarəsinin adı o qədər uzundur ki, sən gedib Aydın Abbasova çata bilmirsən ki, o adları sadalayanda elə yarı yolda adamın boğazı tutulur. Dəyin arxıyır. ABŞ-da fəaliyyət göstərən Amerika Membran Texnologiyaları Assosiasiyasının məlumatına görə adi suyun 1 kub metrinin alınması xərcləri Amerikada 0,9 dollar olduğu halda dəniz suyundan şirin su alınması xərcləri 1 kub metr üçün 1,1 və yaxud da 1,5 dollar təşkil edir. Yəni 1 manat 70 qəpikdən 2 manat 50 qəpiyə qədər Amerikada dəniz suyun əgər orada onlar şirin suya çevirirlər. Bu deməli 1 manat 70 qəpikdən 2 manat 50 qəpiyə qədər başa gəlir. Amma şirin su Amerikada 0,9 dollardır. Bəzi şirkətlərdə isə bu rəqəm 0,8 dollardır. İBM şirkətinin dəstəyi ilə Səudiyyə Ərəbistanında qurulan yeni qurğu günəş enerjisi ilə çalışır və nəticədə şirin suyun 1 kub metri bizim pulla 85 qəpiyə başa gəlir.
Fikir verin ha. Günəş enerjisindən bir qurğu qurublar Səudi Ərəbistanda. Dəniz suyunu içməli suya çevirirlər. 85 qəpiyə. Alimlər texnologiyaları inkişaf etdirməklə bu rəqəmi daha da aşağı salmağa çalışırlar. Elə çıxır ki, biz Səudi Ərəbistanda çalışan həmin İBM şirkətinin Bakıya dəvət etməliyik ki, dəniz suyunu şirinləşdirib bizə 1 kubmetri 85 qəpiyə satsın. Qiymətlər də ilbəil artmaq əvəzinə azalsın. Azərbaycanda bütün dövlət şirkətləri iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsinin günündədir. Hamısı bir tərəfdən korrupsiyanın içində boğulur, digər tərəfdən isə dövlət büdcəsinə yük olur. Bunun yeganə çıxış yolu bütün xidmət göstərən dövlət şirkətlərinin özəlləşdirilməsidir ki, bunu mən dəfələrlə burada efirimdə bildirmişəm ki, qardaş, Bakı şəhər elektrik şəbəkəsi darmadağın dağılmışdı, darmadağın. Külək əsən kimi Bakıda işıq sönürdü, transformatorlar partlayırdı. Elə ki, Hüseyin Arabul gəldi Bakıya, yəni Süleyman Dəmirəlin bu adamı, elə ki, gəldi Bakıya, qısa müddətdə Bakı elektrik şəbəkəni elə gözəlləşdirdi ki, həm də nə ilə? Köhnə bizim özümüzün texnikamızla, köhnə transformatoru təmir eləməklə. Sonradan bəlli oldu ki, Hüseyin Arabul da bura gələndən sonra baxıb görür ki, burada hamı fırıldağı ilə məşğuldur. Deyib, qardaş, mən burada alagöz deyiləm ki, mən də məşğul olum. Və köhnə transformatorlar gətirib təmir eləyib, hamısını kraskalayıb, aparıb qoyub yerinə. Hər transformatorlar təmir eləməklə, xətləri çəkməklə Hüseyin Arabul 2 ilin içərisində Azərbaycanda, yəni ən azı Bakı şəhərində ciddi bir set yaratdı. Elektroset. Ciddi bir iş gördü. Elə ki, sonra gördülər ki, Hüseyin Arabul əfəndi buradan yaxşı pul qazanır və maraqlı nə idi? Hüseyin Arabul texniki şərti yendirdi, elədi 500 manat, o 5 manat, indi pulundan 5 manat. Elə ki, Arabulun dalına dəydilər, dəyən kimi texniki şərti kilovatını elədilər 100 manat. Fikir verin ha, 5 manatdan qaldırdılar 100 manata. Halbuki Hüseyin Arabul deyirdi ki, qardaş, mən bu elektrik enerjisini aparıb istehlakçının qapısında verirəmsə, ondan pul alıram qarşılığında. Düzmü? Bir il qoyduğum ziyanı götürərəm, ondan sonra ömür boyu qazanç götürərəm. Niyə mən bundan texniki şərt almalıyam? Amma bizimkilər gəldi, dedi, yox, Hüseyin Arabul qanmayıb. Bizim əvvəlki texniki şərtin qiymətlərini yendirib 50 manatdan 5 manata. Biz bunu qaldırmalıyıq bu dəfə 100 manata. Dedilər də, elədilər də. Yəni, özəlləşməyə əgər sən verərsənsə, dostlar, şirkətlər gələr, onda şirkətin canı çıxar. İnvestisiya yatırdığına görə qazancının hər qəpinin qədrini bilər. İmkan verməz ki, onun turbası orada-burada deşilsin, yollarda partlasın, sutkalarla geçsin və ya da kimlərsə hansısa möhtəkirlər torpaqlarını suvarmaq üçün açıb onun borularından istifadə eləsin. Onda zəhmət çəkər, bilər ki, pul qoyub pul götürəcəkdir. Və Azərbaycan vətəndaşı da bugün suyun tonu 1 manata yox, 50 qəpiyə alır. Bu da belə. Bu da belə qutardıq, dostlar. Vüqar bəy, deyirlər, Ceyranbatan suyuna kanalizasiya su qarışır, çirkab suyu içirik. Yediyimiz hər şey yaxşı idi, bir qalmışdı suyumuz. Vüqar bəy, vallahi həmin şirkət Azərbaycana gəlsə, inanın ki, bizə duzlu dəniz suyu bizə hər şey eləsə halaldır. Dəniz suyunu parnik vasitəsilə içməli su əldə etmək olar. Şahmat yazır. Çox metodlar var, çox metodlar var. Mən o gün gördüm, Məhrəm müəllimlə burada danışanda dedi ki, adi əhəngi şoranlaşmış torpaqlara verəndə, o Ağdüşey torpaqlara verəndə əhəng onu özü söndərdi, eləyir məhsuldar torpaq. Mən bunu bilmirdim. Mütəxəssislərlə işləmək lazımdır. Mütəxəssis olarsa, basılmaz vətən. Nəysə, hər kəs verilişi paylaşanda paylaşsın öz WhatsApp-ında. Bəyəndi, paylaşsın 10 nəfərə. 10 nəfərə də səs atsın, desin ki, quzu kəsərəm. Verilişi at, bəyən, ən azı bir 15-20 dəqiqə bax, sonra 10 nəfərə at. Bax, belə-belə yayımımızı, dostlar, artıraq. Sıx birləşək, bir ailəyə çevrilək. Biz də özümüz üçün bir ailə yaradaq burada, bir dövlət yaradaq burada. Yarada biləriksə. Oldu mu? Sağ olun, sağlıqla qalın, Allaha əmanət olun.